Bu fəlsəfə də deyil. Bu bir siyasətdir. Başqa dillərdə elə deyil. Quran təbii ki, üstündür. Quran üstündür, Quran birincidir. O birisi dinləri İslamla müqayisə eləmək düzgün deyil. Quran və hədis. Və onlar bir-birini neynirlər? Tamamlayırlar və aydınlaşdırır. O fikir sonradan çıxıb, bu Amerika sayılı İslamdır. Hədis inkarçılarından birinin o gətirdiyi şübhələrdən də biri budur ki, o deyir ki, məsələn, İsa hansı dildə deyir namaz qılıb? İbrahim hansı dildə namaz qılıb? Musa hansı dildə namaz qılıb? Muhammed də hansı dildə namaz qılıb? Biz də yəni öz dilimizdə namaz qılmalıyıq sallallahu aleyhi və səlləm. Yəni deyir, öz dilimizdə qılmalıyıq. O başa düşmür, o şəriəti qarışdırıb adətə və sair millətə. Elə deyil. Elə deyil. O Musa aleyhissalam bəli, öz dilində qılıb, bəli, o ibadətdə o dil işlənib. Öz xalqına gəlmişdi. Öz xalqına gəlmişdi bir də, Allah razı olsun. Musa o qarışdırır Muhammed sallallahu aleyhi ve sellem. Muhammed sallallahu aleyhi ve sellem bütün dünya üçün gəlib. Allah ayədə bilir. Hə, Quranda necə Allah və mə ərsəlnəkə məsələn illə rəhmətən lil alemin məsələn. Amma o birisi peyğəmbərlər müəyyən öz əhli üçün gəlirdi, öz yeri üçün. Hətta İncildə də belə bir orada ayə keçir ki, başqa bir şəhərdən biri gəlir İsa aleyhissalama, nəsə istəyir, o deyir ki, mən siz üçün gəlməmişəm. Mən bura üçün gəlmişəm. Bəli, İncildə də keçir. Onun birinci müqayisələri düzgün deyil. O birisi dinləri İslamla müqayisə eləmək düzgün deyil. O birisi peyğəmbərləri Muhammed sallallahu aleyhi ve sellemlə müqayisə eləmək düzgün deyil. Amma Muhammed sallallahu aleyhi ve sellem ümumən bütün dünya üçün gəlir. O Quran-ı Kərim özü deyil. Onların şəriəti onlara aiddir. Həm də onların şəriəti Allah razı olsun onlara aiddir. Bizim şəriət də fərqlənə bilir. Və biz Quran-ı Kərimə, əlhamdülillah Quran-ı Kərim müqəddəsdir. Allahın kəlamıdır. İbadətdə tətbiq olunur. İbadəti biz ancaq Allahın kəlamıyla düzgün sayırıq. Amma məsələn hədisdə, hökm verməkdə, halal haramda hədislə Quran eynidir. Amma möcüzədə və s. Quran təbii ki, üstündür. Quran üstündür, Quran birincidir. Amma halal haramda eynidir. Quran və hədis. Və onlar bir-birini neynirlər? Tamamlayırlar və aydınlaşdırır. Peyğəmbər sallallahu aleyhi ve sellem'in sahabələrindən Fars olan, Yahudi olan və Romalı olan, hansı ki öz dilləri fərqli olmasına baxmayaraq, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem məsələn Salman Farisiyə və yaxud da məsələn Abdüssələm var idi, məsələn Peyğəmbər sallallahu aleyhi ve sellem, Abdullah ibn Salam məsələn, həmçinin Sad ibn Muaz, hansı ki bunlar Yahudi idilər, yəni əslən məsələn Yahudi idilər. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onlara ümumiyyətlə öyrədəndə namazı dedimi ki, yəni sən Yahudi dilində qıl, sən Fars dilində qıl. Hələ yoxdur, hər kəs öz dilində qılsın. O fikir batildir. O fikir sonradan çıxıb, bu Amerika sayılı İslamdır. Bölmək üçün, müsəlmanları bölmək üçündür. Bu fəlsəfə də deyil. Bu bir siyasətdir. Bu bir siyasətdir. Müsəlman cəmiyyətini bölmək üçün, müsəlmanları bir-birlərinə ayırmaq üçün və s. Quran-ı Kərim təbii ki, sahabələrin içində başqa millətlər var idi, amma ərəb deyildi ki. Bəli, çoxsu ərəb idi. Amma onlar da, o başqa millətdən olanlar da, onlar da namazı, Fatihəni oxuyurdular ərəbcə, surələri oxuyurdular ərəbcə, dualı zikirləri eləyirdilər ərəbcə. Nəinki sahabələr, hətta o fətlərdən sonra, İslam fətlərindən sonra, o nə qədər əcəmi ki, daxil oldu İslama, ölkələr, hamısı ərəbcə ibadət edirdilər. Bu fikir batildir ki, öz dilində qılmaq. Öz dilində dua eləyə bilərsən. Bəli, amma ibadət eləyəndə namaz təyin olunur. Bu, bəli, bu ərəbcə olmalıdır. Çünki ərəbcəndə Eşən qardaşımız da yanımızdadır. Ərəbcə necə o bəlağət var, ərəbcə necə bir kəlmə böyük bir mənalara əhatə eləyir bir cümlə. Başqa dillərdə elə deyil. Başqa dillərdə onu əhatə eləmək olmur. Ona görə hətta tərcümələrə fikir versəz Quran-ı Kərimdən, hansı dildə istəyirsiniz? Görürsünüz, neçə cür tərcümə var. Neçə cür tərcümə var. Ərəb dilinin qrammatikasının